Salam, axşamınız xeyir olsun. Hər kəsin qarşıdan gələn bayramların təbrik edirəm. Hər kəsin son bir ildəki fəaliyyətinə yekun fikir bildirməyinə baxdım və demək olar ki, hamısını alqışlayıram. Həqiqətən alqışa layiq xidmətlərdir, fəaliyyətlərdir. Hamısına da bol-bol uğurlar arzulayıram. 2026 daha da zəngin və maraqlı keçsin inşallah. Bildiyiniz kimi, hər ilin sonunda fəaliyyətlərimizi əhatə edən həmişə yekun paylaşımlarımız olurdu. Bu illər biraz vaxt eləyə bilmədim. Konkret olaraq çatdıra bilmədim və indi bayram günü yekun bir paylaşım eləmək istədim. İnşallah 2025-dəki fəaliyyətlərimizə münasibət bildirmək istəyirəm. Bizim də 2025-ci ilimizin başlanğıcı bildiyiniz kimi xidmət olaraq Özbəkistanda başladı. Nə qədər getmək istəməsəm də uzun prosesdən sonra getməyə razılaşdıq və elə bir vaxtda, elə bir dövrdə Özbəkistanda böyük bir Maksimo bağında olduq ki, bütün ölkəmizin fermerləri Maksimodan imtina edirdilər oje. Və bağda vəziyyəti kontrol edib, işləməyə başladıq. Demək olar ki, Maksimonu özünə qaytardıq. Maksimoda yanlış baxımdan qaynaqlanan məhsuldarlıq itkilərini ortaya çıxartdıq və Maksimonun əsl potensialını ortaya qoyduq və Maksimodan kütləvi imtinanı Özbəkistandakı fəaliyyətimizlə önlədik. Nəysə, digər mövzulara daha toxunmaq istəmirəm. Əslində Özbəkistana getməməliydik, çünki hər kəs bilir ki, mən heç kimlə işləmirəm və səbəbi də aydındır. Amma sahibkarın çox israrına görə getməli olduq. Getmirəm ona görə ki, haqqımı istəyə bilmirəm və xaraktercə bildiklərimi öyrətmək istəyənəm deyə bir müddət sonra da bağda mənə ehtiyac qalmır. Ona görə də işləmirəm bağlarda. Belə daha yaxşıdır. Söz yox ki, işlədiyimiz bağlardan, istixanalardan bəziləri var ki, 10 illər keçsə də üstündən hələ də dostluğumuz davam edir. Hələ də lazım olduqca əl atırıq, kömək edirik. Bəziləri isə çay keçənə qədər dostluq edir. Haqqımı istəyə bilmədiyimi bilirəm. Ona görə də işlədiyim adamlara, yəni bütün adamlarla öncədən razılaşdım ki, qardaş, mən əmək haqqımı istəmədən ayın əvvəlində əmək haqqımı ya köçür, ya ver. Mən demədən, mən istəmədən. Əgər mən əmək haqqımı istədiyim gün istəyəcəmsə sizdən, həmin günü sizlə vidalaşacağım. Demək olar ki, hər kəslə bu razılaşmanı etmədən işə başlamıram. Daha avqustun əmək haqqısını apreldə almaq olmaz da, yəni özdə digər bir ölkədə. Və komanda fəaliyyətindən söhbət gedir, tək məndən söhbət gedir. Belə deyək ki, işlədiyim günə qədər əhsən. Necə ki, qərar verdim, daha işləmirəm. Yığdım şələmi, gəldim Bakıya, əhsənlər yaddan çıxdı, oldum axmaq ağrınom, hətta ziyan da vurmuşam. Bağı əkiləndən hələ normal məhsul götürməyiblər. Məndən tələb olunan tonajdan da artıq məhsul verdim. Hansı şəraitdə? Çiçək açan gündən 13 gün sərasər yağış yağa məhsul tutdurdum. Öhdəliyimdən də artıq məhsul verdim və hər il, yəni belə deyim, hər pul istəyəndə də bir tema atdılar ortaya. Hansı ki, pul istəməməliydim, yəni konkret istəməməliydim. Razılaşmamız belə olmuşdu. Olanımı da, qalanımı da apardım Özbəkistana qoydum. Buradan ora apardığım işçilər əmək haqqı işləyir, lopbağa işləmir, hamısına pul ödədim, digər xərcləri dilə gətirməyə xəcalət çəkirəm. Hər nəsə mən işlədiyim günə qədər əhsən, amma qayıdıb gəldiyim günə artıq olduğum zərərverici ağrına. Öhdəliyimdən də artıq məhsul yetişdirdim, hansı ki 13 gün sərasər yağıntının altında, daha əmin olandan sonra ki qayıtmayacağım, borc hesablamağa başladılar. Avqustun əmək haqqını apreldə verib, necə borc hesablaya bilərsən? Digər bir dostuyla da Parnikdə aqronomluq elədik, Seyfbitdə, həm də əmək haqqısız. Yəni, iki sahibkar, bir də mütəxəssis buradan ora aparıb və konkret bir adam əmək haqqı fikirləşmədə. Seyfbitdə bilirsiniz ki, həkən Parnik ən azı 5 il Seyfbiti, yəni substratı da dəyişmədən əkir, kokobiti isə 1 ildən bir dəyişirsən. Yəni, iki sahibkar, bir aqronom apar buradan ora pul adı tutanda o pis. Yəni, belə baxır adam, bəzi ağzından bir kəlmə söz çıxarmamış pulun alan aqronomlara haqq qazandırıram. Düz edirlər, adam gələ ağzını açan kimi məsləhət verməmiş pulunu ala. Mən də eləyə bilərəm onu, amma mən xasiyyətimi körləmək istəmirəm, mən onu özüm üçün uyğun bilmirəm. Amma həqiqət, işin əsli odur, öyle olmaq lazımdır. İndi də istixana borc hesablayır mən üçün, məndən qabaq borc içində olan bir adamla söhbət gedir.
və istədim kömək edim, borclarını qaytarsın, amma mənə hörmət qoyana, mən əlimdə qolumda nə var, aparıb qoyan biriyəm. Bunu hamı bilir. Gözünün qabağında da başqa bir təsərrüfatda, yəni 500 hektarlıq bir təsərrüfatda bunu elədi. Belə deyək ki, qaz tapıları yormağa hamı hesablayır, bəs mənim itkilərim. Bəs mənim itkim yoxdur. Bir ilim ortada getdi. Hər il ən azı 300 tondan yuxarı mən üzüm vururdum kişmiş üçün. Bu il onu da edə bilmədim. O qədər gecikdim ki, hamısı düşdü, yağışa zay oldu. Keçən ildə üzüm vaxtı gəldim Özbəkistana. Yəni mənim tək elə üzümdən zərərim 500 mindən yuxarıdır. Digər zərərləri heç saymıram. Bir dəfə dilə gətirməmişəm. Yəni əmək haqqısız bir dəfə bəhs edirik ki, ikinci bir təsərrüfatda da əmək haqqısız işləmək yersizdir. Yəni daha ikinci əmək haqqısız işləməzlər ki, ikinci təsərrüfatda. Belə deyim ki, mehriban olmaq, nə bilim, insan olmaq elə bir qarşı tərəfdə istismar etmək hissləri aşılır. Heç kim səndən insan olmağı gözləmir sanki. Nəysə, bu bizim Özbəkistan xatirələrimiz. Bir şey də deyim, normalda agronom, yəni bir proqram yazar bağa və tələb olunan gübrələr, dərmanlar bağa təmin olunur və daha sonra da agronomlardan məhsul tələb olunur. Ki, yəni qardaşların istədiklərimin hamısını verdim və indi səndə məhsul olur. Belə deyim ki, bağa qulluq etməyə, dərman gübrə almağa imkanı olmaya yenə də öhdəliyimizi açdıq. Tonajla da, yəni təbii ki, öhdəliyimizi açdıq. Hansı agronomun dediyi gübrələri təmin etmədən oturub agronomdan məhsul tələb etmək olar? Yəni vəziyyət elədir ki, gülməmək mümkün deyil də. Yəni konkret gülməlidir vəziyyət. Yəni sən agronomsan, məhsul verməlisən də. Mən gübrə verməliyəm, verməli deyiləm. Sən məndən nəsə istəyəcəksən, mən onu sənə təmin eləməliyəm, eləməməliyəm. Bunlar ayrı bir mövzudur. Yəni bunlar ümumiyyətlə məsələyə dəxlisi yoxdur. Sən agronomsansa məhsulu təhvil verməlisən. Cəmi cümlətanı 18 hektar ziraət bağında qismən tələb olunan gübrənin tam hamısı yox, bir qismi verildi. Vəssalam, 200 hektar, yəni 200 hektardan artıq ziraət bağını prosto dua ilə yetişdirmişəm. Yəni belədir, belə deyim də, yəni faktiki belədir. Bu qalan Svet idi, Ellor idi, nə bilim o digər orada Gabrielzad idi. Ambarda qalan 5-6 ilin gübrələri ilə proqram çıxartmışam. Yəni oradakı tərkiblərlə oturub, baş sındırıb, onun uyğun rastvor hazırlamışam və onunla gübrələmişik. Bunlarla da biz bu məhsulu vermişik. Yəni həmin o atxot gübrələrlə və gübrə aldırmamışıq. Ən azı 500 hektara, yəni hamı bilir, 1 milyondan artıq gübrə xərc verilməlidir. Və heç 50 min xərc çəkmədik. Aldıqlarımızı da 1-2 dərman idi. Yəni hansı ki tədbir üçün almışdıq. Çox da qaldı ambarda heç istifadə eləmədik. Uzun sözün qısası, avqustun əmək haqqısım martda, apreldə alanda belə olmur işlər. Yəni o agronomdan çox şey tələb olunmur, amma yəni tələbləri də artıqlaması ilə yerinə. Bundan başqa da nə qədər temalar oldu danışmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, Özbəkistan fəaliyyətimiz rentabelli oldu. Çox rentabelli oldu. Ən azı maksimanı biz həyata qaytardıq. İkinci bir məsələmiz ziraətdə məhsuldarlığın mayalanmadan asılı olmadığını ortaya qoyduq. Söz yox ki, bu günlərdə ondan ötürü digər yoldaşlar deyir ki, elə bir şey mümkün deyil. Təcrübəli mütəxəssislər deyir bu sözü. Amma mən yəni konkret olaraq onu yaşadım. Ziraət də Ellor sortlarda meyvə gözü baxımından iri və çox meyvə gözü gətirən bir ağac sort olduğuna görə gübrəyə tələbkar sortdur. Yəni gübrəyə çox tələbkarlıq göstərir. Həm də partenikarpiya yüksək meyilli sortlardır. Toxumunu mən orada yetişdirdim, baxdım. Toxumunu sındırdıqdan sonra baxırsan ki, çəyirdəyin içi boşdur. Yəni qabıq var içində. Söhbət hormonal mayalanma olan yerlərdən gedir. Çəyirdəyin içində toxum yerinə qabıqdan başqa yəni heç nə olmur da. Təəssüf ki, bunları biz 18 hektarda təcrübə imkanımız oldu. O da yarım gübrə ilə, tam gübrə ilə yox. Və çox çətin bir tema idi və iqlim də tamamilə bizim əleyhimizə idi. Çiçək açdı, yağış başladı. Nəysə, bu belə. İnşallah 2026-da da daha çox məhsul götürməyini arzulayıram. Keçək ölkə üzrə fəaliyyətlərimizə. Ölkə üzrə də çoxlu xidmətlərimiz oldu. Sıralamaq istəsək, ilk növbədə nailiyyətlərimizdən biri oldu ki, artıq hər bir fermer torpaq analizi nədir, düzgün yanaşma nədir, bu mövzuları tam bilməsələr belə artıq elmin belə bir bölməsi olduğunu qəbul edirlər. İl ərzində ən azı 10 dəfə fermerlərlə toplu görüşlərimiz oldu və demək olar ki, fermer üçün ən önəmli mövzu torpaq analizi oldu. Bütün görüşlərimizdə. Bəzi fermerlər var idi ki, əlində torpaq analizi ola-ola, əhəmiyyətsiz bir şey bilirdi analizi.
Və indi artıq o analizin nə demək olduğunu artıq bilirlər. Demək olar ki, bu bizim 10 illik əməyimizin bəhrəsidir. İkinci bir nailiyyətimiz doğru gübrələmənin nə olduğunu, yəni nə olduğu mövzularını qismən çatdırmışıq. Ötən ildən praktiki nümunələrlə daha aydın izahlar vermişik, göstərmişik. Xüsusilə payrıq gübrələməsinin önəmi nədir, ağacın qış gəlmədən qışlıq gübrəsinin verilməsi mövzuları və s. Ən əsas mövzulardan biri də yarpaq yemləmələrinin akademik səbəbləridir. Yenə də qismən də olsa yarpaq yemləmələri mövzularında akademik olaraq toxunmuşuq. O da zamanla yerinə oturacaq. İnsanlar əhəmiyyətini anladıqca hər şey yerinə oturacaq. Əsasən yaz yemləmələrini qonşuya baxıb atırıq və səbəbləri və funksiyaları barədə demək olar ki, məlumatsızıq. Yazda atılan bütün yemləmələrin demək olar ki, fermer üçün bir adı var. O da tozlanma üçündür, meyvə artırmaq üçündür, mayalanma üçündür və s. Amma əslində mayalanmada ən ciddi itki, daha çox kütləvi tökülmə, payızda verilən dəmir və manqan kimi yarpaq gübrələmələrindən asılıdır. Amafosdan asılıdır. Çünki çiçək tökülməsindən sonra ilk meyvə tökülməsi, hansı ki mərci boyda və kiçik meyvələr daha ciddi miqdarda meyvə itkisidir və bunun da səbəbi mayalanmadan sonraki ilk 2 saatda enzim balansının qorunmasıdır. Bu da yaz mövsümündə qismən sink və payız mövsümündə isə dəmir və manqan tətbiqindən asılıdır. Uzun sözün qısası, hər bir elementin akademik açıqlamasını işləyib ortaya qoymaq, onun mikrobiyoloji fəaliyyətlərini fermer səviyyəsində çatdırmaq asan bir mövzu deyil. Sağ olsun Xaçmaz Bağçılıq komandası, Rasim bəy, Elməddin bəy fermerlərlə təşkil etdiyi görüşdə bu mövzularda suallar verildi. Qismən açıqladım, amma çəkilişin bu şəkildə paylaşılacağını düşünmədiyimdən kompaktlığa üstünlük vermədim və kəsintilər də bəzi detalları ortadan çıxarıb. Hər nəsə verilən suallara, ortaya qoyulan məsələlərə görə təşəkkür edirəm. Həm təşkilatçılara, həm də hər bir iştirakçıya. Çox rentabelli görüş qəbul edirəm həmin tədbiri. Tədbir var, bəsit suallardır, adam yoran suallardır. Tədbir var, amma həqiqətən tutarlı suallardır. Tədbirdə də çox önəmli detallara toxunduq. Yəni, həqiqətən mənə bilmədiyim sual veriləndə, çətin suallar veriləndə daha çox sevinirəm. O tədbirləri mən əslində daha rentabelli tədbirlər qəbul edirəm. Həm özüm üçün, həm qarşıdakı fermer üçün. Amma yenə də sink mövzusu ətraflı işlənməli mövzudur. Molibden mövzusu həmçinin. Bunu da 2026-da inşallah çatdıracaq fermerlərə. Daha detallı paylaşımlar eləyəcəyik. Məsələ yəni nədir? Bir şeyi bilməklə deyil. Məsələ akademik bir bilgini qeyri-akademik səviyyədə, anlaşılan səviyyədə, yəni qeyri-akademik səviyyədə, fermerin anlaya biləcəyi səviyyədə çatdırmaqdır. Yoxsa durub sinkdən yarım saat danışım, ancaq 3-5 cümləsini anlamaq olar. Yəni belə deyim ki, məqsədin özünü göstərmək yox, həqiqətən dinləyicinin anlamasıdırsa, akademik bir məlumatı paylaşmaq məsələsi çox qəlizavoy mövzudur. Nəysə, bu da belə, bu mövzular da tamam 2025-in son nailiyyətlərinə daxil etmək olar. Yarpaq yemləmələrini, amma yarımçılıqdır, yəni demək istədim. Çünki yarpaq gübrələmələrindən dəmir, manqan tam çatdırılmayıb, kalsium bor tam çatdırılmayıb, meyvə şişməsində ən çox istifadə olunan kaliumlu yarpaq gübrələmələrini tam işlənməyib. Kalium meyvəni şişirdir deməklə deyil. Kaliumla öncə gibralin, kalsium, digər stokininlər, hətta dəniz yosunu proqramı olmadan kalium şişirdici deyil, yetişdiricidir. Yəni kalibr almadan yetişdirməyə çalışdıracaq meyvəni. Bütün bunlar fermerlərimizin ehtiyacı olduğu mövzulardır. Bunlar mütləq detallı işlənməlidir, zamanla paylaşılacaq inşallah. Bəlkə məndən qabaq da hər hansı bir yoldaşlar paylaşdı. Mən ən azından məlumat verirəm ki, bu mövzular yarımçılıqdır fermer üçün. Növbəti bir nailiyyətimiz qəbul eləmək istəyərəm. Yəni siz də qəbul eləsəniz, mən onsuz da qəbul edirəm ki, bordo məsələsidir. Bordonun hazırlanması və tətbiqi mövzusu bəlkə 70 il idi, işlənməyən mövzulardan idi. Axırıncı dəfə 50 il bundan qabaq Timrzayevski agronomlar tərəfindən səthi işlənmiş mövzu idi. Yəni o da klassik bordo. Hansı ki, nə vermək mümkün idi, nə hazırlamaq mümkün idi. Hazırlanmasında və tətbiqindəki çətinliklər, bordo kimi mükəmməl bir məhlulu gülməli də çıxsa, ticari adı bordo olan 20% bakıra eşdəyər, saxta
məhsula qurban vermişdi. Yəni onu o sıradan çıxartmışdı, yer dəyişmirəm. Ticari bir bordo adının altında böyük bir biznes qurulmuşdu. Yavaş-yavaş o da həllini tapır və bordonun mikroorqanizmlər üzərindəki təsirini, hazırlanmasındakı əziyyətlərə görə önəmsiz etmişdi. Yəni əsl bordonu həyata qaytardıq. Bordonu önəmsiz bilənlər hələ də çoxdur. Həmişə yəni bir mövzunu çatdıranda, hansısa mövzunu çatdıranda 3-5 nəfərin məsələni anlamasını hədəfləmək lazımdır. Zaten qalanları gələn il onların nəticələrinə baxıb düzgün yolu tutacaqlar. Əgər səhvdirsə nəticən, heç kim sənin verdiyin hər hansı bir tövsiyədən yararlanmayacaq. Əgər doğru yol göstəribsənsə, zaten o 2-3 nəfər bəs eləyir sənə. Növbəti il o 2-3 nəfərin nəticələri bütün ölkə üzrə sənin tövsiyəni eşitsin. Yəni həmin tövsiyəni də belə deyim. Əsl bordonu belə deyim ki, bir misalla izah eləmək istəyirəm sizə ki, o bir kitayski reklam var. Hər halda baxmısınız da, yəni tez-tez mənim qabağıma şəxsən internetdə tez-tez çıxır. O unitacı açan reklam var. Bir deməli saçı, paltarı, zadı, nə gəldi soxur unitazın içinə və arxasınca da bir maye tökür. Həmin maye saçdan tutmuş o müxtəlif tullantıların hamısını mayəyə çevirir və unitazı açır. Düzgün bordo həmin maye xarakterdə bir maddədir. Yəni o mayenin özü də yüksək pH-lı bir maddədir. Və işi də görən həmin o yüksək pH-ıdır. Düşünərsiniz birdən o maddə kislatadır. Kislata ola bilməz. Çünki kislata olsa kanalizasiya borularına da zərər vurar. Və onun tüstüsündən də hamam tualetə bir gün girmək olmaz. Baxmışsınızsa hər halda reklama görmüsünüz, orada heç bir tüstüdən söhbət getmir. Bordo da yüksək pH-lı maddədir. Ağacın gövdəsində olan zərər verici yumurtasından tutmuş göbələk və bakteriyalara hamısını əridib yox edir. Bəzən eşidirəm mütəxəssislərdən, çox eşidirəm ki, yəni deyirlər ki, xəstəliklər bordoya aidiyyatı yoxdur, iqlimdən qaynaqlı qəbul edirlər, yəni iqlim rütubətlidirsə göbələk olmalıdır. Buna bordo verdin ya vermədin dəxlisi yoxdur. Bu düzgün yanaşma deyil, xəstəliyin yaranması üçün. Bir neçə faktor bir arada olmalıdır. Elə sizin öz oxuduğunuz kitabdan desək, yəni kitabda fitopatologiyadan gələn rəvayətlərə nəzər yetirsək, görərik ki, xəstəlik üçün minimum 3 şərt ödənilməlidir. Substrat, yəni canlı ağac, xəstələnməli orqan. İkincisi, uyğun şərait olmalıdır, yəni rütubət və temperatur. Üçüncüsü, törədici sporun özü olmalıdır, yəni göbələyi və yaxud bakteriyanın özü olmalıdır. Bunlardan biri yoxdursa, xəstəlik əmələ gələ bilməz. Sizin kitaba and olsun ki, kitab belə deyir, yəni sizin öz kitabınız. Bu günləri aqrarda, filanda keçilən dərslərdə, Türkiyədə fərq yoxdur. Harada təhsil almağımızdan asılı olmuyoruz. Fitopatologiyanın xəstəliyi haqqında verdiyi tərif budur. Əgər bordo tətbiq olunubsa qışda, deməli ağac bakteriya və göbələklərdən təmizlənib. Bağda rütubət, yağıntı olsa da göbələk olmadığı müddətdə xəstəlik olmamalıdır. Bəs boşu-boşuna ədəbiyyatlar elə sizin öz ədəbiyyatlarınız demir ki, bordo bağı 85-90% xəstəliklərdən qoruyur. Bu o deməkdir ki, bağı sıfırlayır. Mövsümdə o 3-5% yoluxma var. Mövsüm ərzində hava, insan, traktor və s. torpaqdan silahitlənir. Onu da tədbir görməsəniz belə bağa zaten 3-5%-dən artıq zərər vura bilməz. Yəni hər il göbələklər yaz gəlməmiş gəlirsə, deməli siz qış dövründə yersiz yerə kifayət qədər xərc çəkib hazır bordo və yaxud da saxta bordo tətbiq etmişsiniz. Bordo mövzusunu asanlaşdırdıq biraz. İndi bordonu lignosulfonatla hazırlayanda mayenin səthi müqaviməti mövzusu da ayrı bir mövzudur. Səthi müqavimətini öldürürsünüz mayədə və daha dərinlərə nüfuz etməsinə şərait yaradırsınız. Səthi müqavimət deyəndə məsələni izah edim. Yəni müqavimət nə deməkdir? Hər hansı bir mayeni boşqaba damcıladanda belə damcı belə dik durur da, yəni o boşqabın üstündə. O onun səthi müqavimətidir. Viskozitəsinin yüksək olmasından qaynaqlanır. Bir də var ki, səthi aktiv maddə əlavə elədin, tutaq ki, hər hansı bir maye. O damcı düşdüyü yerdə o damcı dik qalmaq müqavimətini itirir və dik qalmır. Damcının hündürlüyü məhlulun, yəni hazırlanan suyun viskozitəsi səviyyəsinə görə, duruluq səviyyəsinə görə azalır və daha geniş əraziyə belə yayılır. Yəni bordo mövzusunda da sadələşdirib tamamilə asan tətbiq olunan və yüksək iş qabiliyyəti olan bir bordo resepti qoyduq ortaya. Həm reseptini qoyduq, özünüz hazırlayın, həm də ki bizdən alıb istifadə edə bilərsiniz. Bu da növbəti bir nailiyyətdir. Tam olaraq o hər nöqtəyə nüfuz edə bilən bordodan söhbət gedir və demək olar ki, sadə nailiyyət qəbul eləmirəm mən bunu şəxsən özüm adıma. Belə özümün nə hansı nailiyyətimi belə
bəlkə yapışan da deyil, məşə deyirəm bir işdə də gördük. Amma yəni bu konkret olaraq sadə bir nailiyyət deyil. Çünki 70 ildir konkret olaraq bir yerdə dükanda oxuyurlar. Bordo elə bir, yəni mütəxəssislər belə o bordonu bordo qəbul eləyir və heç kim onun haqqında bir araşdırma aparmırdı və böyük bir illərdən söhbət gedir və buna biz müdaxilə eləyib nəticəni qoyduq ortaya. Eyni zamanda o bordonun bazarda satılması qeyri-mümkünlüyü məlumatlarını bölüşdük sizlərlə. Bunu mən basit nailiyyət hesab eləmirəm. Bordo bağın ürəyidir. Yay mövsümündəki xərclərinin 60-70% deməkdir. Nə qədər dərmanlamanı və xərcləri azaltmaq deməkdir. Söz yox ki, dərman biznesinə də ciddi zərər vurur, amma bağa və sahibkara faydalıdır. Bu da belə yetsin. Yağı demirəm, çünki yağ zaten var idi və bir şəkildə zamanını da doğru tuttururdu fermerlər, amma yağın da yağdan fərqini qismən izah elədik. Bunu nailiyyət hesab etmirəm, amma yağın da hər il tətbiq olunması mövzusu hələ də həllini tapmayıb. Əslində yağ 2 və ya 3 ildən bir tətbiq olunmalıdır. Növbəti nailiyyətimiz 40%li fulfik asitli, fulfik əsaslı bitki materiallarının fermentasiyasından əldə edilən qumatdır ki, artıq onunla da tanışsınız. Bunu da özümüzdə istehsalımızın önəmli uğuru qəbul edirəm bu qumatı. Çünki 5 dəqiqədə başa gələn qumat deyil, uzun bir prosesin məhsuludur. Və son olaraq yeni bir gübrə istehsalımız haqqında məlumat vermək istəyirəm. İnşallah 2026-da xidmətlərinizdədir. Torpaqlarda ciddi problemləri daha ucuz yollardan qaldıracaq bir gübrədir. Bunu da yaxında xidmətlərinizə təqdim edəcəm. Agrovul PH, Agrovul kalsium, magnezium, Agrovul S olaraq orqanik maddələrdən təşkil olunan müxtəlif torpaq tiplərinə uyğun ana maddəsi yundan alınan və 15% orqanik azot qarışığı olan, yəni yundan gələn 15% azot qarışığı olan və minimum 10% amin asid qarışığı olan, biri kükürtlü, digəri cipsli, digəri isə dolomitli olaraq 3 növ gübrə olacaq və bütün ölkə torpaqlarına ən uyğun gübrə olacaq. Daha sonra nəzərinizdə, fikrimizdə yəni belə bir şey var ki, Agrovul P olaraq fosforlu, azotlu, amin asidli gübrələrin də istehsalını düşünməkdəyik. Hələ planımızda yoxdur. Onu da yaxında ilk təcrübələrinə başlayacağıq. Gübrə tam qranul və rahat tətbiq olunan olacaq. Belə, bu da bizim bir ilimiz. Və bir daha bayramınız mübarək olsun. Vaxtınızı bayram günü aldım. İndi boş vaxtınızda dinləyərsiniz. Hər kəs öz nailiyyətlərini bölüşür. Mən də nailiyyətlərimizin əslində bir hissəsini sizlə bölüşdüm. Hamıya uğurlar arzulayıram.